Xəbər verdiyimiz kimi, Elgiz Əkbər və Tolikin Tarix Əliyev müəllifi və aparıcısı olduğu verilişlər bağlanıb. Global Net Axar.az istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Elgizin ARB-də yayımlanan Elgizlə izlə verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyevə isə bu həftədən canlı efir qadağan edilmişdi. Ona görə əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər tamamlanacaq və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq. Həmçinin vurğulanıb ki, Zaur Nəbiyoğluna şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətli aparılacaq. Redaksiyanın sorğusuna kanalların heç birindən cavab verilməyib. Tarix Əliyev aparıcısı olduğu verilişin prodüseri isə bu mövzuda danışmaq istəmədiyini açıqlayıb. Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə gedən müzakirələr, efirin həddən artıq bayaqlaşması ciddi narazılıqlara səbəb olub. Musavat.com-un əldə etdiyi məlumata görə bir sıra proqramlara mövzu seçimi və verilişin formatı ilə bağlı ciddi xəbərdarlıq olunub. Bildirilib ki, bundan sonra efirdə qalmaqallı və bayağı məzmunlu verilişlərə yer verilməməlidir. Xəbərdarlıq edilən layihələr arasında aparıcı Vüsailə Əlizadənin proqramının da adı çəkilir. Tarix Əliyevin aparıcısı olduğu proqram öz saatında efirə gedib. Elgizlə izlə verilişinin isə bugün efirə çıxmayacağı bildirilir. Vüsailə Əlizadə Musavat.com-a bildirib ki, proqramı xəbərdarlıq almayıb. Bugün efirə gedən buraxılış isə yenidir.